belə. Yəni fərz eləyin ki, Peyğəmbərimiz buyurur ki, evlənin, mən sizinlə qiyamət günü fəxr edəcəyim ümmətlər arasında. Hətta sizin uşağınız düşsə belə, sikt olsa belə, o uşaq cənnətə daxil olmadan öncə cənnət qapısının kənarında dayanacaq və ona deyəndə ki, daxil ol cənnətə, o deyəcək xeyr. Deyəcəklər, nəyə görə daxil olmursan? Deyəcək ki, mən istəyirəm ki, məndən öncə atam və anam daxil olsun. Ona yenə də deyəcəklər ki, xeyr, sən daxil ol. O deyəcək ki, xeyr, mən atamdan anamın bura daxil olduğunu görmədən daxil olmaram. Bu da zaten Peyğəmbərimizin bizə olan böyük bir neymət və müjdəsidir ki, bizim üçün qeyd eləyir ki, nədir? Evliliyin nə cür bir bərəkətli yol olduğunu. Evlilik nə gözəl bir binadır və bizim üçün də və axirətimiz üçün də